Salam aleykum. Qədirxan bayramı İslam dünyasında, xüsusilə də müsəlmanlar tərəfindən hər il böyük təntənə ilə qeyd olunan ən mühüm dini bayramlardan biridir. Bu bayramın tarixi mahiyyəti və əhəmiyyəti haqqında əsas məlumatları aşağıdakı kimi xülasə etmək olar. Tarixi və hadisənin baş verməsi hicri təqvimlə Zilhiccə ayının 18-də qeyd olunan bu bayram, Məhəmməd Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin son həcc ziyarətindən qayıdarkən baş vermiş tarixi bir hadisə ilə bağlıdır. Məkkə ilə Mədinə arasında yerləşən Xum adlı bir gölün yaxınlığı bura karvanların ayrılma nöqtəsi idi. Peyğəmbərimiz bütün müsəlmanları toplayaraq uzun bir xütbə oxumuş və özündən sonra İslam ümmətinin rəhbərliyini, vilayəti elan etmişdir. Bayramın mahiyyəti Qədirxum xütbəsi. Məhəmməd Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu xütbədə İmam Əlinin əlini yuxarı qaldıraraq bu məşhur kəlamı demişdir. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Bu hadisə ilə İmam Əlinin Peyğəmbərdən sonra müsəlmanların ilk rəhbəri, xəlifəsi və canişini olduğu elan edilmişdir. Məhz buna görə də vilayət bayramı rəhbərliyin təyin olduğu gün kimi qəbul edilir və bayramların ən böyüyü Əyidullahil Əkbər adlandırılır. İslam baxış fərqi Qədirxum hadisəsi demək olar ki, bütün İslam mənbələrində qəbul edilən tarixi bir faktdır. Lakin onun təfsirində fərqliliklər var. Mövla sözü isə rəhbər, başçı, dost, sevilən şəxs və ya yaxın köməkçi mənasında başa düşülür. Bu gün necə qeyd olunur? Qədirxum günündə müsəlmanlar tərəfindən müxtəlif ibadətlər və bayram adətləri yerinə yetirilir. Oruç tutmaq, bu gün oruç tutmaq çox fəzilətli sayılır. Qüsl almaq və bayram namazı qılmaq, dualar oxumaq, xüsusilə nüdbə duasının oxunması tövsiyə edilir.